Şirvan şəhərinin baxımsızlığından əziyyət çəkən sakinləri yenə kanalımıza üz tutublar. Sakinlər bildirir ki, şəhərin Seyid Əzim Şirvani küçəsinin təmir və tikintiyə ehtiyacı var. Media TV Azmedia qrupu Seyid Əzim Şirvani küçəsinin sakinlərini təqdim edir. Qarşı tərəfi dinləməyə hazırıq. Bu mənim xanımın şəkər xəstəsidir. Bunu tez həkimə aparıb gəlir getir. Məktəb uşağı baxçaya aparırlar. Orada biabırçılıdır. Gəldilər, qazdılar, su çəkildilər. O qazdılar, çıxdılar, getdilər. Baxmırlar, istəyir bura olsun, istəyir o asfaltın özü olsun. O asfaltın özü günə gündədir. Amma onu qazdırmışsınız, orada bir də asfaltı gətirin, bu düzgün çıxsın gitsin də. O bələdiyyə seçkisindən mən dəfələrlə getdim oraya. Dedim ki, qardaş, gəlin şəklini çəkdim də apardım da verdim oradakı bələdiyyə seçkisində. Dedim, qardaş, gəlin bu küçəyə baxın da. Dedi, biz bu işlərə baxmırıq. Mən də əlacsız qaldım, heç yerə müraciət edəmir. Gəlin sizdən çox xahiş edirəm, yoldaş icra kimi. Sizdən xahiş edirəm, bizim bu küçəyə həncam çəkəsiniz. Balacalar gəlib gedə bilir, xəstələr gedə bilir, maşın girib çıxa bilmir. Bunun yağışı var, palçığı var, qarı var, suyu var. Çox xahiş edirəm sizdən, bizim bu küçəyə baxasınız. Sanırım ki, xəstəyəm. Şəkər adamım, çıxmaq istəyirəm, çıxa bilməm, suya batıram. Yıxıldım, qolum sındı. Hələ həkimə aparıram bunu. Allah köməyiniz olsun, xahiş ediyorum. Mümkün varsa bu yolun əncamlı olsun. Mən Cəllov Razım Yusufoğlu, bizim bu küçəyə bir əncam qılsın. Bizim küçə yaman gündədir. Böyük, kiçik, xəstə, bu yolu keçə bilir, maşın girə bilir, maşın çıxa bilir. Nəvələrim dərsə gedir, bağçaya gedir, palçığı da yaman günə qalır, yıxılır. Özüm xəstə adamam, yolu yeriyə bilmirəm. Divardan tuta gedirəm. Mən bir də xərcim odur, bu yol düzəlsin.